Herkese salam dostlar, yepyeni Free Fire videomuza da hoş geldiniz. Bu dəfəki videomuzun mövzusu yeni gələcək etkinliklərdir. Amma əvvəla sizlərə günün sualını təqdim etmək istəyirəm. Sualımız budur. Sizcə Free Fire-ə gələn ilk ifadə hansıdır? Bilən varsa kommentlərə yazsın, görək kim düz sapır. Artıq güncəlləməyə də az qaldı. Sizlərə bu videoda göstərəcəyim etkinliklər ayın 24-dən sonra zamanla serverimizə gələcək. Videoya başlamazdan öncə kanala abunə olmağı və videolara like atmağı unutmayın. Əgər bu videoya da ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Baxın əzizlərim, bir like atırsınız, bir də abunə olursunuz. Sizdən maddi bir şey tələb olunmur. Hansı ki, bunu hər biriniz edə bilərsiniz. Həm də bunları etməklə mənə motivasiya vermiş olursunuz. Mən də bu tip videoların davamını daha sürətli şəkildə gətirirəm. Nəysə, vaxt itirmədən videoya keçək. Deməli dostlar, başlayırıq ilk etkinliyimizdən. Görmüş olduğunuz kimi baxın, belə bir paltarın gələcəyi gözlənilir. Yəqin ki, bu çox bir ehtimal otomata gələcək. Baxın, belə bir paltardır. Qəşəng ya bu arada, möhtəşəm paltardır. Çox böyük ehtimal ki, jeton kulesinə gələcəyi gözlənilir. Dəqiq deyil. Yəni hal-hazırda heç bir serverə getməyib. Amma bizim serverə gəlmə ehtimalı var. İndi isə gəlin bunun qız olanını göstərək. Baxın, bu şəkildədir. Qız paltarı da pis deyil, əladır. Yəni alına biləcək bir şeydir. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, görmüş olduğunuz kimi baxın, belə bir otomat kartlarını qızılı bir karta çevirirsiniz və bu qızılı kart qarşılığında belə bir köynəyi əldə eləmiş olursunuz. Məncə pulsuz verəcəyi üçün çox möhtəşəm bir şeydir. Baxın belə, almaz vura bilməyən dostlarımız var aramızda. Onlar üçün idealdır. Baxın, başlığı da bu şəkildədir. Bu artıq bəzi serverlərə gedib bizim serverə gəlmə ehtimalı var. Yəni bunun olmağı həqiqətən də yaxşı oldu. Garena hərdən bir belə şeylər gətirsə çox möhtəşəm olar. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, görmüş olduğunuz kimi bütün old paltarları bir Lucky Royale etkinliyinə yığıblar və hamısını bir otomatda sizlər üçün sərgiləyiblər. Vaxt itirmədən bu paltarların hamısını sürətli bir şəkildə sizlərə göstərib və növbəti etkinliyə keçirəm. Növbəti etkinliyimiz dostlar, baxın belə bir etkinlik olacaq. Düzdür, bunu əvvəlki videoda göstərmiş olsam da yeni gələn izləyicilərimiz ola bilər. Onlar üçün də göstərirəm və artıq nəzərinizə çatdırım ki, bunların bu qanad ifadəsinin gəlməsi dəqiqləşir. Bilmirəm, düşmə ifadəsidir, yoxsa ümumiyyətlə normal bir ifadədir. Mənə çatmır. Yəni görmüşəm bundan, amma bilmirəm ki, düşmə effektidir, yoxsa adi ifadədir. Bilən varsa kommentə buyura bilər. Amma gələcək dəqiqləşdi. Artıq bəzi serverlərə gedib bizim serverdə gəlmə ehtimalı böyükdür. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimiz dostlar, görmüş olduğunuz kimi kanlı ay etkinliyidir. Düzdür, bunu da əvvəlki videoda göstərmiş olsam da, bu dəfəki videoda da sizləri yenidən nümayiş etdirəm və eyni zamanda nəzərinizə çatdırıram ki, bunun bu şəkildə gəlmə olma ehtimalı artıq 90%-ə çıxdı. Bu da bəzi serverlərə gedib bizim serverdə çox böyük ehtimal ki, bu şəkildə gələcək. Elə token wheel, yəni şans çarxı formasında gələcəyi gözlənilir. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, görmüş olduğunuz kimi baxın, taxt ifadəsinin gələcəyi gözlənilir. Hansı ki, yenə Lucky Royale etkinliyinə gələcəyi gözlənilir və eyni zamanda da yanında əlavə 2 ədəd ifadənin gələcəyi gözlənilir. Düzdür, bilmirəm, inanmıram, yəni dəxilsiz ifadələrdir yanındakılar. İndi yəqin ona uyğun ifadələri yanına yerləşdirərək bizlərə nümayiş etdirərlər. Baxın, bu ifadələrin heç ona aidiyyatı yoxdur. Sadəcə random bir şəkildə seçilib, qoyulub. Çox böyük ehtimal ki, bu belə olmayacaq. Amma Lucky Royale etkinliyinə, daha doğrusu Lucky Royale çarxına gələcəyi gözlənilir bu. Növbəti etkinliyimizdə dostlar, etkinlik deyil. Nəzərinizə çatdırım və yeni xəbərdir bu. Aylıq üyeliyin qiyməti 50%-ə enir. Yəni bilmirəm, bu bəzi serverlərdə keçərli oldu artıq, amma inanmıram ki, Rus serverində də olsun. Nəysə, keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, düzdür, əvvəl göstərmiş olsam da yenə də burada təkrarlayıram. Gülmə ifadəsinin gələ bilməsi 90%-ə çatdı. Çünki çox serverə artıq gedib, yenə Lucky Royale formasında gedib, bizim serverdə gələ bilmə ehtimalı çox, amma çox böyükdür. Təəssüflər olsun ki, gülmə ifadəsini gətirmələri çox pis oldu.
Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimiz dostlar, sansa yenə dediyim kimi, bayaq dediyim kimi bu etkinlik sayılmır. Sadəcə yükləmə etkinliyidir. Elmas yükləmə etkinliyi olaraq gedir və burada görmüş olduğunuz kimi nə qədər elmas vurursunuzsa, bir o qədər də və ya ona yaxın bir elmas sizə hədiyyə olunur. 2000 almaza qədər dəstəkləyir. Hətta 2000 elmas vuranda 1000 elmas hədiyyə verir. Bəli, yarı-bayarı sizlərə hədiyyə eləmiş olur elmasları. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, baxın, belə bir düşmə effekti və belə bir möhtəşəm bir əjdaha formasında divardır. Hansı ki, baxın, bu çarxa gələcək gözlənilir. Mən bu çarx, elə də bəyənmirəm sözün açığı. Çox belə deyək də, kazık etkinliyi oxşuyur. Yəni elədir əslinə qalsa. Yəni Moko mağazası, daha doğrusu Moko çarxı bundan daha yaxşıdır. Amma düşmə effekti çox qəşəngdir. Eyni zamanda divar da qəşəngdir. Yəni deyə bilərsiniz ki, birdən nə bilim vuraram, divar çıxar. Divar çıxsa da yəni verdiyiniz almaza dəyir. Yəni elə bir şeydir. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimiz dostlar, baxın, yenə göstərdim və neçə dəfə deyirsiniz ki, pulsuz verilən etkinlikləri göstər. Baxın, bu da pulsuz verilən etkinlikdir dostlar. Sihirli küp etkinliyi, hansı ki 5 dəfə boya elədikdən sonra sizə pulsuz bir şəkildə sihirli küp verir və eyni zamanda da bu sihirli küplə siz ürəyiniz istəyən paltar ala bilərsiniz və sihirli küp mağazası yenilənir. Yəni sihirli küp parçacığı və ya sihirli küpünüz varsa, saxlamağınız tövsiyə olunur. Güncəlləmədən sonra çox böyük ehtimal ki, Garena köhnə paltarları gətirə bilər. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, deməli mağaza yenilənir və bəzi paltarlar və hətta bəzi köhnə paltarlar artıq bura almaz qarşılığında alına biləcək hala gəldi. Yəni yəqin ki, bu da bir müddətlikdir. O həmin zaman aralığından sonra çox böyük ehtimal ki, gedəcək. Amma artıq gələcəyi dəqiqləşdi və nəzərinizə çatdırım ki, bu bəzi serverlərə getdi. Bizim serverdə gələcəyi gözlənilir. Sürətli bir şəkildə paltarları sizlərə göstərib keçirəm növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, baxın, Garena yenə pulsuz bir şəkildə üst paltar gətirir. Çox böyük ehtimal bu bir dənə olmayacaq, bir neçə dənə olacaq. Bəzi köhnə paltarları, bəzi köhnə kostyumları qırmızı fiş qarşılığında ala bilərsiniz. Eyni zamanda ayaqqabı, baxın, belə bir saçı da var. Bunu da sürətli bir şəkildə göstərim, keçək növbəti etkinliyimizə. Baxın dostlar, bayaq dediyim kimi sihirli küp mağazası yenilənir və bəzi köhnə paltarların bura gələcəyi gözlənilir. Hansı ki, baxın, bu kostyum, bu maskası hər şeyə dəyər. Bunun göyündən məndə var, amma bənövşəyisindən məndə yoxdur. Çox böyük ehtimal ki, belə paltarların gələcəyi dəqiqləşdi. Artıq bəzi serverlərə getməyə başladı. Yəni ümid edirəm bizim serverə də gələr və insanlar bundan yararlanar. İnşallah gələr, nə deyirəm. Ona görə də nəzərinizə çatdırım ki, uşaqlar, sihirli küpünüz və sihirli küp parçalarınız varsa xərcləməyin, saxlayın. Paltarları sizlərə sürətli bir şəkildə göstəririk. Dostlarım, bu dəfəki videomuzda da bu qədər. Dediyim kimi, ümid edirəm sizlərə faydalı bir video olmuşdur. Əgər bu tip videoların davamına gəlməsini istəyirsinizsə, kanala abunə olub videolara like atmağı unutmayın. Dediyim kimi, bu videoya 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Sağ olun, salamat qalın.